Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli izleyicilerimiz, güzel kardeşlerimiz, hanımlarımız, deməli Balakən şəhərin en güzel kəndlərindən biri olan Tağlar kəndində, Tağlar 4 yolu adlanan ərazidə videonun üstündə görəcəksiniz inşallah. Çox gözəl, düz yolun kənarında qəşəng 61 sot torpağımız var. Deməli torpaq düz yolun kənarında yerləşir. Şüşə sexi, ayaqqabı sexi, paltar sexi, hər bir şey tikib, mağaza tikib Allahın izindən. Hətta gəlir əldə edə bilərsiniz qardaş. Yol dəmirə göstərəcəm. Ay sağ ol, qəşəng. Bax, 4 yol da qabaqdadır. Baba 4 yol, düz 4 yolda qardaş. Getdik bir tezdən, bax, bu yolun qırağında qardaşım. 61 sot torpaq. Deməli, qardaş, belə fırla, bax. Deməli, içərisində belə bir tikili də var, bax qardaş. Deməli, bu evin, qardaş, göstər, bu evin kombisi, uzaqdan telefonla idarə olunması, sensor sistemi, həblə vuranda bütün texnikanın işə düşməsi, heç birisi yoxdur qardaş. Ola da bilməz, yoxdur bu şeylər zaten. Heç biz bunu qiymətə salmamışıq. Yox sən desən ki, yox, mən əl gəzib müvəqqəti yaşaya bilərəm, o sənin öz işindir, bizə aidiyyəti yoxdur qardaş. Sadəcə biz torpaq göstərik, qardaş, belə göstər, bax. 61 dənə sot. 61 dənə sot. Elə bil ki, Balakən yarısını satsan da, 61 sot. Tam sırada, tam qufçalı torpağımız satılır. Bir daha demək istəyirəm ki, Tağlar 4 yolunda, deyəm, müştəri zəng edir deyəsəm, deyəm. Yaşım, işim var, təcili torpaq satıram, əryanda olan bir şeydir qardaş, sən əlaqə saxlayacağım mən, yaxşı. Yox, qardaş, mən baha torpaq götürmürəm satışa, qardaş, ucuz şeylər mənə də ki, cəmaat ala bilsin. Davay. Deməli, qardaş, 61 sot torpaqya bax, içində təxmini olaraq 50-60 dənə fındıq ağacıdır, digər meyvə ağaclardır, yəni xurması, alması, armudu, karloku, bəlkə də burada nə bilir, əksan zeytun dəmirə gələr, banan dəmirə gələr. 61 sot torpaq, içində bu köhnə tikili ilə bir yerdə, şəxsən mən sizə müştəri tapacağım, gəlib buranı söküb, alıb aparır. Bizdə də adamlar da var ki, sırf belə köhnə evləri alırlar, götürürlər, pulunu verirlər, aparıb gedirlər materialına qədər deməli. Gəl qardaş, bax. 61 sot torpaq, düz yolun qırağında, Balakən şəhərindən cəmi 5 dəqiqəlik məsafədə, düz asfalt yolu buram tanımayan yoxdur qardaş, cəmi 55 minə təklif olunur. 61 sot torpaq, qazı, suyu, işığı, interneti, hər bir şey mövcuddur. Nə lazımsa, Instagrama, TikTok'a girmək üçün, yemək bişirmək üçün hər şey mövcuddur qardaş. Torpağımız belə uzanır, bax. Düzdür, 61 sot uzaqda, yəni böyük torpaqdır. Mən burada o başa getməyim üçün mənə lazımdır, taksi lazımdır. Taksidə xərc tələb edirlər, 10 manat alacaqlar məndən. Bir də o başa getmirəm. Real müştəri olsa inşallah gəlir mənə zəng edir. Qardaşınız elə yerindəcə burada oturur. 50-60 dənə mürəbbə, 135 kilo. Nə bilim, alma armud komportun azadından 1 kletka yaxşı buz kimi komport. Qardaşınız qiymətdə indirim eləyəcək. Səhvlə nömrəmizi qeyd olun, yazar və yazdan gelə bilərsiniz. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu. Müştəri acıqmır qardaş, sonra bax. Hayda. Salam Aleyküm.